Salam müəllimlər, xoş gördük hər birinizi. Bu gün MİQ və sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimlər üçün olduqca vacib bir izahla qarşınızdayıq. Mövzumuz üçbucaqlarda bucaqların tapılması. İndi sualları həll edəndə bəzən biraz çətinlik çəkdiyinizin də fərqinə varacaqsınız. Amma üçbucaqlar proqramda var və təbii ki, biz üçbucaqlarda bucaqların tapılmasını da ibtidai sinif MİQ səviyyəsində öyrənəcəyik. Amma suallar rəngarəngdir. Məsələn, imtahanda bu tipli sual sizin qarşınıza düşsə, yəqin ki, qorxub, çəkinib yazmazsınız. Amma tam üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə, sonra qonşu bucaqların cəmi 180 dərəcə məntiqinə əsaslanan suallardır. Sadəcə diqqətli olmaq lazımdır müəllimlər. Üçbucaqlarla bağlı əsas məlumat, yəni bucaqlarla bağlı qeyd eləmişik ki, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə, xarici bucaqlarının cəmi isə 360 dərəcədir. İndi təbii ki, hər bir sualda bu məntiqdən geniş istifadə edəcəyik. Sualı oxuyuruq. Birinci sualımız. ABC üçbucağında AB BD tərəfinə bərabərdir. Gördüyümüz kimi burada da bu xətt bunların bir-birinə bərabər olduğunu göstərir. Bucaq ABC 50 dərəcədir. ABC. Bu ortadakı ərif təpə bucağını göstərir. Bucaq hansıdırsa ortada qeyd olunur. Bucaq BCA 30 dərəcə. BCA 30 dərəcə olduğuna görə bucaq DAC. Yəni bu X bucağını bizdən soruşur. Bir də bir şeyi qeyd edeyim. İndi bu birinci sualdır müəllimlər. Mən burada hamısını verilənləri yazmışam. Növbəti suallarda isə sadəcə siz özünüz sualı oxumağı bacarmalısınız. Bizdə bu, tutaq ki, bu şərt verilməsə belə, sən artıq bu xətlərin bax burada belə yazılmağından bilməlisən ki, bu bir-birinə bərabərdir. Düşən həndəsə suallarını xatırlayaq. 2023 MİQ imtahanında suallar düşmüşdü. Məsələn, tutaq ki, belə bir fiqur düşmüşdü. Burada bununla bu belə qeyd olunmuşdu. Amma heç bir şərt verilməmiş ki, bu buna bərabərdir. Artıq sən analiz eləməlisən ki, bu ştrix sadəcə bunun buna bərabər olduğunu göstərir. Əla. Gəlin indi həll eləyək sualımızı. Birinci nə edəcəyik müəllimlər? Hər bir üçbucağa fərqli formadan fərqli bucaqlardan baxmağı bacarmalıyıq. Birinci bu üçbucaqda analiz eləyək, işlərimizi aparaq. Bərabər yanlı üçbucaqdır. Təpə bucağı 50 dərəcədir. Mən bu oturacağa bitişik bucaqlar. Baxın, bir də qeyd edirəm. Bu bucaqları rahatlıqla tapa bilərəm. Bəli, bilərəm. Necə? Daxili bucaqlarının cəminin 180 dərəcə olduğunu bilirik. O zaman 180 dərəcədən 50 dərəcəni çıxarıq. Yəni bu təpə bucağını çıxarıq. Qalar 130 dərəcə. Bu da bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaq bu formadadır. Bilirik ki, bunun oturacağa bitişik bucaqları və ya yan bucaqları bərabərdir. Elə bil bunu biz döndərmişik bu formada. Ona görə fərqli tərəfdən baxmağı bacarmaq lazımdır. 130 dərəcə. 130 dərəcəni 2-yə böldük, 65 dərəcələr. Demək, onda bu bucaq 65 dərəcə, bu bucaq 65 dərəcədir. İndi bizə X bucağı lazımdır. İndi biz keçirik bu 3 bucağın üzərində analizlərimizi aparmağa. Burada 30 dərəcə qeyd olunub. Burada, bax buradan bura, bu bir açıq bucaqdır. Burada 65 dərəcədirsə, ümumi 180 dərəcədirsə, 180-dən çıxıram 65-i. 180-dən 65-i çıxanda nə qalacaq? Ondan 5-i çıxanda qalır 5. Burada qaldı 17. 17-dən də 6-ını çıxanda 115 dərəcə. Demək müəllimlər, burada 115 dərəcədir. İndi 115 dərəcə. Bu 115 dərəcə var. Burada x dərəcə var. Burada 30 dərəcə var. Nə edəcəyik? Toplayıb sadəcə olaraq 180-ə bərabər eləyəcəyik. 115 dərəcə, üstə gələk. Bax, bu 115 dərəcə, üstə gələk. Buradakı bu C bucağı 30 dərəcə. Üzərinə gəlinsin, bax, burada bu X bucağı hamısı bir yerdə bərabərdir 180-ə. Buradan 110 ilə 130, 115 ilə 30 dərəcə, 145 dərəcə. Üstə gələk, X bərabərdir 180-ə, X də bərabər 35 dərəcə. Doğru cavab C variantı. Bir də bir şey deyim müəllimlər, fərqli formada da yanaşıb həll eləmək olar. İndi suallarda məsələn ola bilər, siz o fərqli yanaşmanı qoya bilərsiniz. Yəni səhv deyil, cavabı düzgün tapmışsınızsa demək doğrudur. Hardan tapa bilərik? Üçbucağın xarici bucağının bir xassəsi var. Demişik ki, üçbucağın hər hansı bir xarici bucağı onunla qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Burada biz bu bucağı 65 tapandan sonra bu 65 dərəcəli bucaq da bu bucağın xarici bucağıdır. Özü ilə qonşu olmayan bu bucaqların cəmidir. Bura 30-dursa da burada 35-dir. Sadəcə müəllimlər o həmin bu belə deyək qaydanı imtahanda çətin xatırlaya bilərlər. Orada xarici bucaq, digər iki daxili bucaqların cəmi
Amma daxili bucaqların cəminin 180 dərəcə olduğunu biz dəfələrlə təkrar işlədirik. Ona görə elə bu qayda ilə getməyiniz məqsədə uyğundur. Növbəti suala baxırıq. Burada 2x, 3x olmağı sizi qorxutmasın. Burada sadəcə görürsünüz, verilib 3 bucağında verilənlərə əsasən bucaq B, C, L tapın. Yəni biz bax bu bucağı tapmalıyıq. Nə edəcəyik müəllimlər? Çox rahat. Bütövi yenə az öncə dedik 180 dərəcədir. Yəni bunlar elə bil ki, qonşu bucaqdır da. Bura 150 dərəcədirsə, 80-dən 150 dərəcəni çıxıb buranı 30 dərəcə alarıq müəllimlər. Artıq mən də A, B, C 3 bucağının bütün bucaqlarını bilirəm. Qalır hansı işi yerinə yetirmək? Sadəcə toplayıb 180-ə bərabər eləmək. 30 dərəcə, üstəgələk 3x dərəcə, üstəgələk 2x dərəcə bərabərdir 180-ə. Buradan 5x bərabərdir 150 dərəcə, x də bərabərdir 150-ni 5-ə böləndə 30 dərəcə. X-i biz 30 tapdıq. O zaman demək bu bucaq 3 dəfə 30 90 dərəcə imiş, 2 dəfə 30 60 dərəcə imiş. İndi müəllimlər bu bucağın 60 dərəcə olduğunu bilirik. Nəticə olaraq bunun özü də bir qonşu bucaqdır. Bura 60 dərəcədirsə, onda bu bucaq, yəni bizdən soruşulan bucaq neçə dərəcədir? 180 idi bütövi. 180-nin 60-ı çıxanda burada olar 120 dərəcə. Nəticə olaraq bucaq B, C, L-də 120 dərəcə. Yəni bizdən soruşulan bucaq, baxın, buradan bu formada çəksək, bax bu bucağı soruşur. Bunu da həll elədik. Yəni müəllimlər, burada yenə deyirəm, bu suallar həm də sizin düşünmənizi maksimum şəkildə inkişaf elətdirir. Dəfələrlə dediyim cümlənin yeni üzərinə gəlirəm. Hazırlıq prosesində siz sual əzbərləməyi yox, düşünməyi öyrənməlisiniz. İndi burada bu sualları siz 100 bunu 50 dəfə əzbərləyin bu sualı. Yəni adınız kimi bilin ki, müəllim falan sualı bilirdi. Sən bunu düşünməyə bacarmalısan. Bunu düşünsən, sən üç bucaqlarla bu və ya digər formada demək, digərlərini də yaza bilərsən. Aydındır mı? Ona görə çalışıb istənilən fəndən, istər digər fənlər olsun, hamısında düşünməyi bacarmaq lazımdır. Düşünmək də dərs prosesində sizdə formalaşır. Şeir kimi nəyisə əzbərləsəz, orada təbii ki, əsas da riyaziyyatı oradan hansı keyfiyyətdən söhbət edə bilər ki. Üçüncü suala baxırıq. A, B, C 3 bucağında verilənlərə əsasən bucaq Y, C, A-nı tapın. Yəni Y, C, A. Bax, bu bucağı bizdən soruşur. İndi bu üç bucaqda mənə nəsə verilməyib. Yəni burada şərt olaraq birinci sualdakı kimi yazmamışam. Amma çox şeyi artıq burada görə bilərəm. Buranın 90 dərəcə olduğunu bilirəm. Bura 90-dır, sonra burada 90-dır. Qonşu odur ki 180-dir. Buranın da 90 dərəcə olduğu mənə verilib. Yəni bunu biz suala baxanda artıq oxumağı bacarmalıyıq. Birinci olaraq müəllimlər, biz hardan suala giriş eləyə bilərik? Demək bizdə nələr var? Burada üç bucaqlar gördüyünüz kimi bir neçə üç bucağı var. Sualı 5-10 saniyə baxandan sonra, sualı hiss edəndən sonra bu üç bucağa bir dənə fikir verək. Baxın. Bax gördünüz, bu üç bucağı buradan vizual olaraq gözümdən çıxardım. Bura 50 dərəcədir, bura 90 dərəcədir. Demək mən dərhal bu bucağı tapa bilərəm. Bəli, çox rahatlıqla bu bucağı tapa bilərəm. Bax buradakı bu bucağı qeyd edirəm. Bu bucağı tapa bilərəm. Necə tapacağam? Daxili bucaqlarının cəminin yenə təkrar edirəm 180 dərəcə olduğunu bilirik. 180 dərəcədən çıxacam buradakı bu 50 dərəcə. Üstəlik buradakı bu 90 dərəcə. Bunlar 140 dərəcə eləyir və çıxanda qalır nə qədər? 40 dərəcə. Əla. Bu tapdığım 40 dərəcə haradır? Tapdığım 40 dərəcə, baxın, buraydı. Bunu qeyd elədik. Əla, super. İndi gəlirik hansı hissəyə? İndi keçəcəyik. Növbəti hissədə biz nə edə bilərik buna? Növbəti üç bucağımız bu olacaq müəllimlər. Bax gördünüz, birinci üç bucağı qırmızıladım, qeyd elədim. İndi gəlin növbəti üç bucağımızı müəyyənləşdirək. Növbəti üç bucağımız hansıdır? Bu üç bucaq buradan gəlir bura və buradan da gəlir bura. Biz az öncə də hansısa bucağı burada tapmışdıq. 90-50, buranın da 40 dərəcə olduğunu tapmışdıq. Onda nəticə olaraq bura nəyə bərabərdir? Bura 40 ilə 20, 60 dərəcədir. Burada 90 dərəcə olduğunu tapmışdıq. 90, 60. Nə qədər elədi? 150. Bizdən x bucağını soruşur. X bucağı da 180 elə bir ki çıxılsın. 90 üstə gələk 60.
90 ilə 60, 150, 180-dən də 150-ni çıxanda 30 dərəcə. X bucağı 30 dərəcə elədir. Demək, birinci üçbucağı müəyyənləşdirdik. Birinci üçbucaq bizə köməkli göstərdi ki, buradakı bu 40 dərəcəni tapın. Çünki buradakı 40 dərəcəni tapanda ona nəticə olaraq bura bütövlükdə 60 dərəcə elədi. 20-si var idi, 40-ı da sonradan tapdım. Nəticə olaraq burada 90-dır. 90 ilə 60-ı topladıq 150. Geriyə qalır 30 dərəcə. Doğru cavab elədi müəllimlər. D variantı. Fərqli formada da yanaşma elə bilərsiniz. Məsələn, başqa bir üçbucaq kimi də düşünə bilərsiniz buranı. Nəticə olaraq cavabı gəlib 30 alacaqsınız. Gördüyünüz kimi 2-dən 3-dən üçbucağı doğru analiz eləmək lazımdır. Növbəti suala baxırıq. Gəlin etiraf eləyək ki, nə qədər müəllim bu sual imtahanında görsə, quruluşundan qorxub yazmaz ki, müəllim qarma qarışıqlıq var idi və s. və s. Əslində qeyri-adi heç nə yoxdur. Baxın. Burada bax, bu bucaqları biz keçmişdə, burada qarşılıqlı bucaqlar. Bura 50 dərəcədirsə, buranın da 50 dərəcə olduğunu bilirəm. Bunu biraz böyüdüm. Bax, bu kiçik hissə var. Buranın 50 dərəcə olduğunu bildim. Kənara çəkirəm 50 dərəcə. Əla. Bura 50 dərəcədirsə, burada nəticə olaraq bir dənə balaca üçbucaq ala bilərik buradan. Bəli, ala bilirik. Bura 50 dərəcə, bura 30 dərəcə. Elədi nə qədər? 80 dərəcə, 10 da. Bu içəri var. Baxın müəllimlər, buradan oxuna kənara göstərirəm. Bu içəri də 100 dərəcədir. Bu içəri 100 dərəcədirsə, onda bura neçə dərəcə olur? Burada 80 dərəcə olur. Artıq bax, bu bucağı tapdıq. İndi biz tapmalıyıq nəyi? Bax, bu üç bucağımızı burada işarələyirəm qırmızı xətlə. 140 dərəcədirsə, bura qonşu olan 40 dərəcə bura olacaq. Buranın artıq 80 dərəcə olduğunu bilirəm. 80 dərəcə olduğunu bilirəm. Qalır mənə x bucağı. Bu çəkdiyim də bir üçbucaqdır. Daxili bucaqlarının cəmi 180 dərəcədir. Yenə də biz 180 dərəcə çıxılsın 80 üstə gələk 40 dərəcə 120 dərəcə eləyir. 120-dən də 180-dən də 120-ni çıxanda 60 dərəcə. Demək, x bucağını biz 60 dərəcə olduğunu tapırıq. Ümumi olaraq üstündən müəllimlər birdə gedirəm bunun. Burada nəyi elədik? Baxın. Bura 50 dərəcədirsə, burada 50 dərəcədir. Bu kiçik üçbucaq var. Bax, burada bu balaca üçbucaq. Onda, bax, bunu kənarda çəkirəm burada sizin üçün. Elə bil, bax, bu üçbucaq. Bura 30 dərəcədir. Bura 50 dərəcədir. Onda bura neçə dərəcə olacaq? 30 ilə 50, 80, burada 100 dərəcə. Bunun bu içəri bucağı 180 dərəcədir. Nəticə olaraq, buradan da bura bir qonşu bucaqlardırmı? Bura 100 dərəcədirsə, burada 80 dərəcədir. Əla. 80 dərəcə olduğunu tapandan sonra bunu analiz eləyəcəyik. Bunu da analiz eləyəndə 140 bura 40, bura 80 toplayırıq. Digər daxili bucağı tapmış oluruq müəllimlər. Növbəti sualımız ABC üçbucağında verilənlərə əsasən bucaq ABC neçə dərəcədir? Burada nə görürük? Bucaq qeyd olunub, üstünə bir dənə ştrik qoyulub. Burada bucaq qeyd olunub, üstündə bir ştrik qoyulub. O deməkdir ki, bu bucaq bu bucağa bərabərdir. Bu bərabərliyin göstəricisidir. İndi gəlin buranı adlandıraq şərt olaraq. Bizdən hansı bucaq soruşur? A, B, C bucağını. Yəni bizdən bütövlükdə buranı soruşur. Bütövlükdə bu bucağı soruşur. Bunu tapacağıq. Mən bu bucağı bilmirəm A. Yəni bu hissəni A götürürəm. Bu hissəni B götürürəm, bilmirəm. Bura adısa, bu bucağa bərabər olduğundan, onda burada A olacaq. Qeyri-adi heç nə yoxdur. Əla. İndi gəldik bu üç bucağa. Bu üç bucağın daxili bucaqlarının da cəmi 180 dərəcəyə bərabərdirmi? Bəli, bərabərdir. Gəlin bərabər eləyək. Bu B bucağı, üstə gələk buradakı A bucağı, üstə gələk bu 110 dərəcə, bərabərdir 180 dərəcə. Buradan da A üstə gəlib B bərabər 70 dərəcə. İndi burada A və B-nin ayrılıqda neçə olması bizə maraqlı deyil. İndi fikirləşirsiniz, ilişib qalmışsınız. Xeyr, ilişib qalmamışıq. Bizdən soruşulan bucaq hansı idi? Bucaq A, B, C. Yəni, bax, bu B bucağı. B bucağı da burada göründüyü kimi nəyə bərabərdir? A üstə gələk B-yə. A üstə gəl B ilə burada görsənir də müəllimlər. 70 dərəcə. Doğru cavab D variantı. Baxın, 180-dən müəllim, mən 180-dən 110-u çıxdım, birbaşa 70 yazdım. Niyə? Yəni, 70-i yazmanı, niyəni bir əsaslandırmalısan axı.
İsbat eləməlisən ki, bu hardan gəlir. Hə, yəni bu buna bərabərdirsə avtomatik, onda bu da buna bərabərdir. Bura A, burada qeyd eləsək, gəlib eyni şeyi almış oluruq. Bu qədər müəllimlər. Dönə-dönə baxın. Yəni bu 5 sual həqiqətən də sizin beyninizə açacaq. Üçbucaqlarda hansı tiplər olur olsun, bucaqlarla bağlı. Təsəvvür edin, siz bu sualları yazandan sonra artıq bərabər yanlış bucağın təpə bucağı verilir, oturacağı bitişik bucaq və ya digər bucaqlar. Burada qeyri-adi bir şey yoxdur. Onlar daha göz yumulu yazacaqsınız. Hər biriniz uğurlar arzulayıram müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın. Yəni sizin isə bir dənə kanala dəstəyiniz önəmlidir. Like vurursunuz. İstəsəz video sizin belə deyək faydalıdırsa rəy də yaza bilərsiniz. Son qruplara qoşulmaq istəyən müəllimlər isə həm dərs, həm sınaq qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Hələlik müəllimlər, növbəti izahlarda görüşərik. Sağ olun.